Salam. Bugün sənin üçün Azərbaycanda qüvvədə olan xidməti və mülki silah haqqında qanunu, belə deyək, biraz araşdırdıq. Salam. Bəli, kifayət qədər vacib və detallı bir qanundur. Azərbaycanda xidməti və mülki silahlarla bağlı qaydaları, belə deyək, dərindən müzakirə edəcəyik. Əsasən Prezidentin 2002-ci il fərmanına istinad edəcəyik. Məqsədimiz kimin necə silah əldə edə biləcəyini və bütün bu prosesin necə tənzimləndiyini anlamaqdır. Məqsədimiz də odur ki, bu qanunun əsas məqamlarını aydınlaşdıraq. Yəni, kim hansı silaha sahib ola bilər, hansı qaydalara əməl etməlidir? Gəl baxaq görək nə var, nə yox. Bu qanun silahın dövriyyəsini, yəni onun alınmasından tutmuş, istifadəsinə, hətta məhvinə qədər bütün prosesləri çox dəqiq tənzimləyir. Əsas məqsəd əlbəttə təhlükəsizlikdir. Təhlükəsizlik və yəqin ki, müəyyən hüquqların da qorunması. Belədir. Həm təhlükəsizlik, həm də müəyyən hüquqlar. Balansdır əsas məsələ. Yaxşı, onda gəl əvvəlcə anlayışları bir aydınlaşdıraq. Qanunda silahlar necə bölünür? Xidməti var, mülki var? Bəli, əsas 3 kateqoriya var. Xidməti silah, bu, vəzifə başında istifadə üçün nəzərdə tutulub. Sonra döyüş silahı var, bu, hərbi məqsədlər üçündür və mülki silah. Mülki silah da yəqin ki, səni ən çox maraqlandıran kateqoriyadır. Öz müdafiə, ov, idman. Tamamilə doğrudur. Mülki silahın özü də bu dediyin kimi bölünür. Özünü müdafiə, ov və idman silahları. Məsələn, özünü müdafiə deyəndə daha çox qaz tapançaları, necə deyim, aerozol püskürdücülər nəzərdə tutulur. Bəs kimlər bu mülki silahdan ala bilər? Yaş həddi necədir? Yaş həddi var, əlbəttə. Odlu olmayan mülki silahı, məsələn, həmin o qaz tapancasını 18 yaşdan almaq olar. 18 yaşdan, bəs odlu silah, məsələn, ov tüfəngi? Ov tüfəngi kimi odlu mülki silah üçün isə yaş həddi 21-dir. Amma təkcə yaşla iş bitmir. Çox ciddi başqa şərtlər də var. O şərtlər maraqlıdır. Yəqin ki, hamıya icazə verilmir. Qətiyyən. Çox vacib məqamdır bu. Bax, əgər şəxsin, məsələn, alkoqolizm, narkomaniya ya da ruhi xəstəliyi ilə bağlı tibbi əks göstərişi varsa, silah ala bilməz. Bu aydındır, başqa? Sonra ağır cinayətlərə görə məhkumluğu varsa və o məhkumluq hələ ödənilməyibsə, yəni silinməyibsə və ya son 1 il ərzində silahla bağlı bir qayda pozuntusu ya da ictimai asayişi pozan inzibati xətası varsa. Yəni 1 il ərzində problem yaratmayıbsa ancaq. Bəli. Həmçinin polisdə profilaktik uçotda olanlar və ya ən əsası, silahla təhlükəsiz davranma qaydalarını bilməyənlər də silah əldə edə bilməz. Məhdudiyyət çoxdur. Hətta say limiti də var. Say limiti necə yəni? Bir vətəndaşın kolleksiya hallarını çıxmaq şərti ilə 7-dən çox odlu ov və ya idman silahı ola bilməz. Yivli lüləli ov silahı üçünsə tələb daha sərtdir. Ən azı 5 il yivsiz silahla ovçuluq təcrübən olmalıdır. Vay, 5 il təcrübə. Deməli, proses də yəqin asan deyil. Necədir silahı əldə etmək qaydası? Müraciət, sənədlər? Proses belədir. Əvvəlcə aidiyyəti orqana, yəni adətən polisə müraciət edirsən. Tibbi arayışını, şəxsiyyət vəsiqəni təqdim edirsən. Yoxlamalar olur yəqin. Əlbəttə. Yoxlayırlar, əgər hər şey qaydasındadırsa, sənə 6 aylıq xüsusi icazə verirlər. Bu icazə ilə gedib konkret o silahı alırsan. Aldıqdan sonra necə? Aldıqdan sonra çox vacibdir. 2 həftə ərzində onu gətirib yenə həmin orqanda qeydiyyatdan keçirməlisən. Qeydiyyatdan sonra artıq istifadə edə bilirsən. İcazə müddəti necədir? Baxır silaha. İdman silahı üçün 3 illik şəhadətnamə verilir. Ov silahı üçünsə, əgər ovçuluq biletin varsa və orada qeyd olunubsa, şəhadətnamə müddətsiz sayılır. Bəs o pnevmatik silahlar, aerozol qurğuları, onlara da bu cür icazə lazımdır? Yox, onlara xüsusi icazə tələb olunmur. Amma bir şərtlə ki, tiri 4,5 mm-dən, enerjisi 7,5 juldan çox olmasın. Lakin onları da yalnız 18 yaşına çatmış şəxslər ala bilər, o da lisenziyalı mağazalardan və şəxsiyyət vəsiqəsi ilə. Mağazada qeydiyyat aparmalıdır. Başa düşdüm. İndi gələk ən maraqlı yerə, qadağalara. Qanun nəyi qəti şəkildə olmaz deyir? Qadağalar çoxdur. Məsələn, ictimai yerlərdə silahı açıq şəkildə, yəni örtüksüz gəzdirmək olmaz. Yəni kəmərdə filan olmaz? Olmaz. Mitinqlərdə, nümayişlərdə,
Ümumiyyətlə kütləvi tədbirlərdə silahla iştirak etmək olmaz. Bəzi silah növləri özləri qadağandır. Məsələn, çox qısa olan ov tüfəngləri ya da qatlananda da atəş aça bilən tüfənglər. Hə, o filmlərdəki kimi qələmə zada bənzəyən silahlar da yəqin. Bəli, bəli. Başqa əşyalara bənzədilmiş odlu silahlar qadağandır. Soyuq silahlardan da xəncər, beybud, beşbarmaq kimi növlərin dövriyyəsi olmaz. İdman alətləri istisnadır əlbəttə. Bir də silaha səssizləşdirici və ya gecə nişangahı quraşdırmaq da qadağandır. Aydındır. Deməli, almaq, saxlamaq, bir yana istifadə etmək məsələsi lap ciddidir. Hansı hallarda mülki silahı tətbiq etmək olar? Bu ən həssas məqamdır. Yalnız və yalnız son zərurət və ya zəruri müdafiə hallarında. Yəni, həyatına, sağlamlığına birbaşa təhlükə varsa... Bəli, özünün və ya başqasının həyatını, sağlamlığını, mülkiyyətini qorumaq üçün və ya silahın ələ keçirilməsinin qarşısını almaq üçün. Təhlükəli heyvan hücumunu dəf etmək, yardım çağırmaq da bura daxildir. Amma əsas şərt odur ki, tətbiq real təhlükəyə mütənasib olmalıdır. Və ətrafdakılara zərər verməməlidir yəqin. Mütləq. Üçüncü şəxslərə ziyan vurmaq olmaz. İstifadə etməzdən əvvəl də adətən xəbərdarlıq etmək lazımdır. Ya sözlə, ya havaya atəşlə. Amma yəqin istisnalar var, qəfil hücum olsa. Əlbəttə. Əgər hücum qəfildirsə, ya da hücum edən özü silah, nəqliyyat vasitəsi, təhlükəli heyvan istifadə edirsə, onda xəbərdarlıqsız da tətbiq etmək olar. Lakin çox ciddi qadağalar da var. Nə kimi? Məsələn, qadınlara, uşaqlara, əlilliyi aşkar bilinən şəxslərə qarşı odlu silah tətbiq etmək olmaz. Bir şərtlə ki, onlar özləri silahlı və ya qrup halında hücum etməsinlər. Hə, bu çox vacibdir. Deməli, hətta qanuni silahın olsa belə istifadəsi inanılmaz dərəcədə məhdudlaşdırılıb və məsuliyyəti çox ağırdır. Bəs bütün bunlara kim nəzarət edir? Nəzarət mexanizmləri var təbii ki. Əsasən Daxili İşlər Nazirliyinin aidiyyatı qurumları, onlar həm icazələri verir, həm də sonra nəzarət edirlər. Silahın saxlandığı yerə baxa bilərlər, sənədləri tələb edə bilərlər. Qaydalar pozulsa necə? Pozulsa icazə ləğv edilir, silahda geri alınır. Məsələn, sonradan məlum olsa ki, səhhətində problem yaranıb, ya məhkumluq əmələ gəlib, ya qaydaları pozmusan, icazə gedir. Hətta fövqəladə və ya hərbi vəziyyət olanda dövlət ümumiyyətlə silah satışını məhdudlaşdıra bilər ya da müvəqqəti olaraq əhalidən silahları yığa bilər. Belə başa düşdüm ki, yekunda Azərbaycanda silahla bağlı qanunlar kifayət qədər əhatəli və əslində sərtdir. Bəli, olduqca sərtdir. Kimin ala biləcəyi, necə saxlamalı, necə daşımalı, hansı müstəsna hallarda istifadə edə biləcəyi hamısı çox dəqiq müəyyən edilib. Yəni, qanun bir tərəfdən müəyyən hüquqları, məsələn, ovçuluq kimi tanıyır. Elədir. Amma digər tərəfdən ən əsası, ictimai təhlükəsizliyi ön planda tutur. Saxlama, daşıma, xüsusilə də tətbiq qaydalarına çox ciddi əməl olunması tələb olunur. Hər hansı pozuntu ciddi nəticələrə gətirib çıxar. Elədir, xidməti və mülki silahın dövlət kadastrı. Yəni, Azərbaycanda qanuni dövriyyədə olan hər bir silah modeli, istər yerli istehsal olsun, istər xaricdən gətirilmiş, fərqi yoxdur, mütləq bu kadastrda qeydə alınmalıdır. Deməli, hər şey rəsmidir, qeydiyyatlıdır. Tamamilə. Silahın qanuni olması üçün uyğunluq sertifikatı alıb bu reyestrə daxil edilməsi şərtdir. Əsas nəzarətçi orqan isə Daxili İşlər Nazirliyidir, din. Aydındır. Yaxşı, gələk əsas suala. Kimlər silah əldə edə bilər? Yəqin ki, xidməti silahlarla mülki silahların sahibləri fərqlidir. Əlbəttə, fərqlidir. Baxın, xidməti silahlar əsasən dövlət orqanları və müəyyən hüquqi şəxslər üçündür. Yəni, o qurumlar ki, onların xüsusi nizamnamə vəzifələri var. Məsələn, təhlükəsizlik, mühafizə kimi. Bəli, həyatın, sağlamlığın, mülkiyyətin qorunması, təbiətin mühafizəsi və s. Onlar dindən xüsusi icazə almalıdırlar. Həmçinin Milli Məclis deputatları, bəzi digər vəzifəli şəxslər də bura daxildir. Bəs adi vətəndaşlar? Yəni bizlər hansı şərtlərlə silah saxlaya bilərik? Azərbaycan vətəndaşları 3 əsas məqsədlə mülki silah əldə edə bilərlər. Ovçuluq, idman və ya özünü müdafiə. Amma təbii ki, bunun üçün də dindən müvafiq icazə və şəhadətnamə tələb olunur. Proses o qədər də sadə deyil. Əcnəbilər necə? Onlar üçün yəqin daha məhduddur. Hə, əcnəbilər üçün qaydalar xeyli sərtdir.
Onlar yalnız öz ölkələrinin diplomatik nümayəndəliyinin vəsayəti və dinin xüsusi icazəsi əsasında mülki silah ala bilərlər. Və çox maraqlı bir şərt var. Buyurun. Silahı aldıqdan sonra cəmi 5 gün ərzində ölkədən çıxarmalıdırlar. Cəmi 5 gün. Bu həqiqətən də çox qısa müddətdir. Deməli, ölkə daxilində əcnəbilərin silah saxlaması istənilmir belə çıxır. Bəli, məqsəd budur. Amma təbii ki, ov, idman yarışları və ya sərgi üçün müvəqqəti gətirilən silahlar üçün ayrı xüsusi icazə qaydaları mövcuddur. Kolleksiyaçılar da var, onlar da xüsusi icazə ilə silah toplaya bilərlər. Yaxşı, silahı əldə etmək bir məsələ. Bəs onun saxlanması. Təsəvvür edirəm ki, burada da ciddi tələblər var. Çox ciddidir. Qətiyyən olmaz ki, silah harda gəldi qalsın. Mütləq təhlükəsizliyi təmin edən kənar şəxslərin, xüsusən uşaqların əli çatmayan yerlərdə, yəni seyflərdə ya da qıfıllı dəmir şkaflarda saxlanılmalıdır. Hüquqi şəxslər üçün yəqin daha mürəkkəbdir. Onlar üçün tələblər daha detallıdır. Silah saxlanılan otaqların divarları möhkəm olmalı, pəncərələrdə dəmir barmaqlıqlar, ən azı 2 qapı, biri möhkəm metal, digəri içərdən şəbəkəli qapı və mütləq siqnalizasiya sistemi tələb olunur. Din də bu saxlama şəraitini mütəmadi olaraq yoxlayır. Deməli, vətəndaşlar da evlərində oxşar təhlükəsizliyi təmin etməlidirlər. Bəli, məsuliyyət daşıyırlar. Silahı saxladıq, bəs onu daşımaq, özümüzlə gəzdirmək, məsələn, ovçu ova gedəndə və ya xidməti əməkdaş iş başında olanda. Bunun üçün də mütləq müvafiq icazə və ya şəhadətnamə olmalıdır. Elə belə silahı götürüb gəzmək olmaz. Xidməti silah yalnız vəzifə icra edilərkən gəzdirilə bilər, ov və idman silahı isə yalnız müvafiq fəaliyyət zamanı, deyək ki, ov mövsümündə, ov yerində ya da yarışlara gedərkən. Daşınma qaydası necədir? Doldurulmuş vəziyyətdə? Xeyr, ümumi qayda budur ki, silah boş, yəni güllə daraqda və ya lülədə olmadan doldurulmamış vəziyyətdə və xüsusi qabda, çexolda, qoburda daşınmalıdır. Gəldiyi ən həssas məqama silahın istifadəsi tətbiqi. Xüsusən xidməti silahlarla bağlı yəqin ki, çox ciddi şərtlər var. Tamamilə doğrudur. Xidməti silahın tətbiqi, necə deyim, son çarədir. Yalnız son zərurət halında istifadə oluna bilər. Yəni, həyat və sağlamlığa birbaşa real təhlükə yarananda və başqa heç bir vasitə ilə bu təhlükəni dəf etmək mümkün olmadıqda. Xəbərdarlıq edilməlidirmi əvvəlcədən? Mütləq. Tətbiqdən əvvəl aydın şəkildə xəbərdarlıq edilməlidir. Ya sözlə, ya da havaya atəş açmaqla. Amma bəzi istisnalar var. Məsələn, qəfil hücum zamanı vaxt yoxdursa. Əsas prinsip isə budur ki, ətrafdakı kənar şəxslərə zərər verməməyə çalışmaq və hücum edən şəxsə də minimum ziyanla onu zərərsizləşdirmək. Qanunda kimlərə qarşı silah işlətməyin qadağan olduğu da göstərilir yəqin. Bu çox vacibdir. Bəli, çox dəqiq göstərilib. Qadınlara, yanında az yaşlı uşaq olanlara, aşkar əlillik əlamətləri olan şəxslərə və yetkinlik yaşına çatmayanlara qarşı silah tətbiqi qadağandır. İstisna yoxdur. Yeganə istisna odur ki, həmin bu şəxslər özləri silahlı və ya qrup halında hücum etsinlər. Yalnız bu halda onlara qarşı silah tətbiq edilə bilər. Ov və idman silahlarının istifadəsində də yəqin məhdudiyyətlər var. Əlbəttə. Məsələn, ov zamanı aydın görünməyən hədəfə, kolun arxasından gələn səs-küyə atəş açmaq olmaz. Sərxoş vəziyyətdə ov etmək qəti qadağandır. Səssizləşdirici cihazlardan və ya gecə görmə nişangahlarından istifadə etmək də olmaz. İdman atıcılığı isə yalnız xüsusi təyin olunmuş yerlərdə, poligonlarda, tirlərdə və ciddi təhlükəsizlik qaydalarına əməl etməklə mümkündür. Göründüyü kimi, Azərbaycanda silahla bağlı qanunvericilik həqiqətən çox detallı, çox əhatəlidir. Əldə edilmədən saxlanmaya, daşınmadan istifadəyə qədər hər mərhələ nəzərə alınıb. Din və dövlət kadastrının rolu isə burada deyəsən çox mərkəzidir. Bəli, elədir. Nəzarət mexanizmləri və hər bir istifadəçi qrupu üçün müəyyən edilmiş xüsusi qaydalar həqiqətən diqqət çəkir. Bu, silah dövriyyəsini maksimum dərəcədə tənzimləmək üçün hərtərəfli bir yanaşmadır. Yaxşı, sonda sənin üçün belə bir düşüncə nöqtəsi. Görəsən, bu qədər detallı qayda, bu qədər sərt məhdudiyyət, xüsusilə özünü müdafiə məsələsində sənin təhlükəsizlik hissinə necə təsir edir? Bu qaydalar səni daha çox qorunduğunu hiss etdirir, yoxsa əksinə düşünürsən ki, başımıza bir iş gəlsə, özümüzü müdafiə imkanlarımız çox məhduddur? Maraqlı sualdır, hə? Bu barədə bir düşünməyə dəyər. Bu qədər detallı qaydaların olduğu bir sistemdə sizcə praktikada ən böyük çətinlik nə ola bilər?
Qaydalara tam əməl olunmasını təmin etməkmi? Yoxsa qeyri-qanuni idxal-ixracla mübarizə? Ya da bəlkə texnologiyanın inkişafı ilə ortaya çıxan yeni məsələlər, məsələn 3D çap silahları kimi. Bu barədə düşünmək maraqlı olardı.